Sayın İsabəyli, sizin o indiki ən son məqamlara toxunduğunuzu nəzərdə tutanda ideoloji əsarəti istəyirəm biraz daha üstündə manor verilsin, açılsın xalqımıza ki, bizim bu əsarətimiz necə başladı? Birinci basamaq, ilk etap, birinci mərhələsi dil yasaqlığının gətirilməsi idi. Yəni Azərbaycan türkçəsində xalqımızın danışmasına, yazmasına, əngəllərin qoyulması, qeyri-qanuni elan edilməsi Rizaxan dönəmindən bu start verildi. İdeoloji əsarət. Doğru mudur? Bilirsiniz, bu hardan başlanıldı? Birinci Fars dilinin devlet dili elan edilməsi. Əvvəl hakimiyyət ələ keçirdilər. Hakimiyyət ələ keçirəndən sonra Fars dilini devlet dili elan etdilər. Fars dili devlet dili elan ediləndə bütün kitaplar Fars dilində yazıldı. Bütün təhsil Fars dilində aparılmağa başladı. Elə ki özlərini möhkəmləndirdilər, ondan sonra cəsarət tapıb millətlərin dillərini yasaq etdilər. Zorla, güya, maariflənmək adı altında hər kəs təhsilli olmalıdır, hər kəsin savadı olmalıdır adı altında o millətlərə aid olan milli dəyərlər tədricən kölgə altına alındı və kitaplar Fars dilində çap edilərək orada yavaş-yavaş, asta-asta Fars ideologiyası, Fars tarixi, Fars mədəniyyəti öz əksini tapdı. Orada Nizami gizlədildi, orada Nəsimi gizlədildi, orada Füzuli gizlədildi, orada bizim ədəbiyyatımız gizlədildi, orada Firdevsi qabardıldı. Orada Hafiz Şirazi qabardıldı. Orada Fars mədəniyyəti qabardıldı və tədricən prosesi elə bir istiqamətə gətirdilər ki, bizim özümüzünkilərdən olan insanlar Fars dili təhsili alaraq oldular savadlı və onların əli ilə bizim millətimizin milli kimliyini tədricən başladılar işğal altına almağa. Və tədricən bizi ideoloji əsarətə saldılar. Çox sağ olun. O zaman yenə də mən təkrarlamamla umud edirəm ki, xalqımız, ya o insanlar ki, dinləməyi sevirlər, bu haqlarda araşdırıcı insanlardılar. Bu məqam belə görsənir ki, bu ideolojik əsarət ilk addımda bizim dil yasaqlığımızı elan etmədən öncə öz dillərin rəsmiləşdirməklə, eyni halda bizim Azərbaycan türkçəsində danışdığımız o dönəmdə hakimiyyət dili belə olduğuna rağmen onu ikinci sıraya itmək olubdur. Qeyri-rəsmi dil elan olubdur və buradan bu sonuca vara bilərik ki, bugünkü günümüzdə biz kültürel, fərhəngi deyək, ekonomik, iqtisadi deyək, hər sahədə işğal olunmuş bir millət və toplum haline gəlməyimizin ilk aşamalarında kültürel bir soyquruma və deyərlər ki, nəsli xoşiyə, fərhəngiyə biz o aşamadan məruz qalmışıq. Bunun adı müasir soyqırımdır. Müasir soyqırımdır. Məsələn, bax ki, bəzən farsça terminləri istifadə etməkdən güneydəki soydaşlarımıza daha rahatca ola bilsin ki, bəzi kəsimlərimizin ağır xahiş olmasın. edirəm, həm də elə sizin bu vasitələ Güney Azərbaycan gəncliyindən xahiş edirəm. İndi yapay zəka var da, məsələ orada sual verərlər ki, elə bu formada. Mən Azərbaycanca sual verəcəm, siz də mən Azərbaycan dilində cavab verin. Yapay zeka onlara cavab verəcək. Və yaxud ümumiyyətlə Azərbaycanca yazırlar və qoyaq ki, yəni bu da bizim insanların maariflənməsinə gətirib çıxardır. Qoyaq ki, ideoloji əsarət nədir?
o ideoloji əsarəti o dəqiqə onlara verir yapay zeka. Daha da profesional şəkildə araşdırıb verir və tədricən fars, daha doğrusu devlət dili, fars dili olduğuna görə artıq rəsmi olaraq parlamentdə fars dili danışılmalıydı. Xarici siyasət diplomatları fars dilində danışmalıydılar və beləliklə məktəblər də fars dilində tədrisə seçməliydilər. Devlət dili olduğu üçün bunu başladılar bütün millətlərə tətbiq etməyə. Amma millətlərə demədilər ki, fars dilində tədris, təhsil sizin mədəniyyətinizi burada əks etdirməyəcək. Sizin adət-ənənələrinizi, dastanlarınızı, keçmişinizi, tarixinizi göstərməyəcək. Və millətlərin də məsələnin mahiyyəti haqqında məlumatı yox idi deyə bütün kitablarda hər şey təhrif edildi. Və bir də millətlər ayrıldı ki, artıq ideoloji əsarətin mühasirəsindədirlər. Və düşmənin profesionallığı ondan ibarət oldu ki, onun o qədər əskərləri yox idi, o əskərləri ilə gəlib mənim torpağımı işğal eləsin. Bizim öz evlatlarımızı düşmənin qılıncına çevirərək onu farsçılıq siyasi ədəbiyyatında onu profesionallaşdırdılar. O insan artıq öz kimliyini unutmuş bir insan oldu. Çünki öz tarixi haqqında məlumatı yoxdur, öz kimliyi haqqında məlumatı yoxdur və onu qılınc edərək başladılar kütləvi şəkildə bunu həyata keçirtməyə. Və bizim millətimizin xəbəri olmadan biz bir də gözümüzü açdıq, gördük ki, düşmən artıq bizim evimizdə oturubdur. Və sonra başladılar ümumiyyətlə dili yasaq etməyə. Qudurğanlıq elə bir səviyyəyə gəldi ki, güya insanların rifahını yaxşılaşdırılması üçün insanların oxumasına ehtiyacı var və məktəblərdə fars dili tədris edilməlidir. Fars dilində yaxşı öyrənmək üçün, universitetə getmək üçün, dövlət içində işləmək üçün gərək ki, sən öz dilində danışmayasan və fars dilində danışırsan ki, onu səlis danışa biləsən. Hətta müəyyən cərimələr qoydular və bu formatda biz özümüzdən asılı olmayaraq bizim atalarımız, babalarımız öz əlləri ilə öz evlatlarını qul kimi farslara təqdim elədi. Farslar da bizim evlatlarımızı, babalarımızı, belə deyək, böyüklərimizi o zaman belə idi. Bizim ailələrdən alaraq onları fars ideologiyasında formalaşdıraraq qılınc kimi itildib, göndərdi və onların əli ilə millətimizin milli mədəniyyətinin başı kəsildi. Bir millətin dilini əlindən alarsansa, orada hansı faciələr baş verir? O millətin gəncliyi, uşaqları birinci dilini unutmuş olur. İkinci, mənəvi mədəniyyətinin, maddi mədəniyyətinin mahiyyətinin nədən ibarət olduğu haqqında məlumatsız olur. Mədəniyyətini unudur, bilmir. Bunun milli mədəniyyəti nədən ibarətdir? Və o cümlədən tarixini unutmuş olur. Tarixini bilməyən bir toplum artıq kölə bir toplumdur. Və o toplum belə deyək, müəyyən dərəcədə havada qalır. Yəni, sına bağlıdır.
ailəsində o informasiya yoxdur və milli kimliyi haqqında heç bir məlumatı yoxdur və belə bir boşluqda qalan, cəmiyyətdə boşluqda qalan o gənclik universitetlərə gedəndə özlərindən asılı olmayaraq sığınacaq yer tapmaq istədilər. Və fars mədəniyyətinə sığınaraq öz mədəniyyətlərini unutmağa başladılar və öz mədəniyyətlərinə düşmən oldular. Çünki mədəniyyətləri haqqında heç məlumata malik deyirlər. İndi burada fəlsəfədə maraqlı bir ifadə işlənir. Fəlsəfədə deyilir ki, mənəvi mədəniyyət və maddi mədəniyyət tərifini verir. Mənəvi mədəniyyəti zəngin olan hər bir millət maddi mədəniyyətdə öz təsirini göstərir. Bir millətin mənəvi dəyərləri, davranışı, o tarixdən ona gələn, o adət-ənənəsindən, rəqsindən, o davranış qaydalarından. Məsələn, görürsən ki, biri bir maşın istehsal edir və o rəqsində olan o qartal, belə bizim rəqslərdə belə bir qartallıq nümunəsi var. Oğlan belə qartal kimi qolunu açır və qız da onun yanında belə incə belə bir gözəl kimi onun yanında rəqs edir və oğlan onu qoruyur, qartal kimi onu müdafiə edir. Mənəvi mədəniyyəti zəngin olan bir insan o şəkli neyin, o bir şey icad edəndə onu bir simvola çevirib, onu hardasa maşının qarşı nişanı edir. Bizim ümumi durumumuz bəllidir. Biz ideoloji əsarətdəyik. İdeoloji əsarət altında olan millət nə etməlidir ideoloji əsarətdən xilas ola bilir? O, silahlı savaşa girməlidir. Silahlı savaşa girərsə, o zaman qardaş-qardaşı öldürəcək. Orada heç bir siyasi uğur əldə etmək mümkün deyil. Bəs əsas burada atacağımız addım nədir? Biz siyasi platformamızı və yaxud siyasi strategiyamızı milli mücadilə strategiyası ilə, milli mübarizə strategiyası ilə ideoloji əsarətdən cəmiyyətimizin azad edilməsi yönünü, strategiyasını, xəttini hazırlamalıyıq. Siyasi strategiyamız, siyasi xəttimiz ideoloji əsarətdən millətimizin xilas edilməsi prinsipidir. İndi sual yarana bilər. Milli azadlıq hərəkatının, milli azadlıq hərəkatının yol xəritəsi nədir? İdeoloji əsarətdən azad olma strategiyasıdır. Qısa konkret bir cümlə. Bəs o zaman fövqəladə hallar vəziyyətinin bir cəbhədə bir neyşənin altında düşmənə qarşı savaşma strategiyasını müəyyənləşdirməliyik ki, ideoloji əsarətdən millətimizi xilas edə bilək. İdeoloji əsarətdən, əsarətlə bağlı biz ideoloji, siyasi strategiyamızı, planımızı, taktikamızı ortaya qoyanda o zaman heç bir fikir ayrılığı orada ortaya çıxmır. Fikir ayrılıqları nə zaman olur? Fikir ayrılıqları hakimiyyətin idarə edilməsi vaxtıdır. Biri deyir ki, mən qoyaq ki, hakimiyyəti bu formatda idarə edirəm. Mənim partiyamın adı Sosialist Partiyası, sosial ədalətin yaxşılaşdırılması yönündə fəaliyyət göstərən partiyadır. Biri deyir, mən liberal partiyasıyam. Biri deyir, hər kəs partiyasına bir ad qoyur. Və o prinsiplərlə
o devleti idarə edir. Amma o devleti nəyə uyğun idarə edir? Konstitusiyada qanunlar vardır. Ondan qırağa çıxan partiyanın fəaliyyəti dayandırılır, məhkəməyə verilir. Vətənə xəyanət kimi, xain kimi. Bizim isə hər şeyimiz əlimizdən alındığına görə biz fövqəladə hallar şəraitinin mahiyyətini və qanunlarını belə deyək, bu bir beynəlxalq qanundur da, biz bundan qaça bilmərik, bunu deyə bilmərik, yox, mən ona uyğun fəaliyyət göstərmirəm. Bu əmrdir. Əsarət altına, işğal altına düşmüş millətlər, ideoloji əsarətə məruz qalmış millətlər, onlar birləşmək məcburiyyəti qarşısındadır ki, bir cəbhədən çıxış edərək millətini azad etsin. Ya millətinin müəyyən hüquqlarını əldə etsin. İndi görün bizim problemlərimizə bax. Görün biz necə ideoloji əsarət altında müasir soyqırıma məruz qoyublar ki, bizim hətta güya siyasət mahiyyətini bilən insanlarımız millətimizin haqlarının əldə edilməsi ilə bağlı iddia edir ki, biz İran bizim vətənimizdir. Halbuki İrançılıq adı altında millətlər tanınılır da. İran bizim vətənimizdir və İran tərkibində biz dil əldə edək, müəyyən statusumuz əldə edək. Mesela Pezeşkiyan gəldi, Türkçe danışdı, bizim hamımızın, millətimizin ürəyi getdi ki, bax gördün, gəldi Türkçe danışdı. Görən Pezeşkiyanın gəlib Türkçe danışmasını bizim millətimizin ehtiyacımız var, ya bizim mənəvi mədəniyyətimizin maddi mədəniyyətə çevrilməsinə ehtiyacımız var. Bizim bir millət kimi yaşamağa ehtiyacımız vardı. Mənəvi mədəniyyətdə inkişaf edərək, maddi mədəniyyətə öz təsirimizi göstərək və bizim insanlarımız maddi mədəniyyətin inkişafı prosesində varislik, inkar qanunun varislik prinsipi ilə dünyaya çıxmaq istəyərkən hansı şərait ona yardım etməlidir ki, o dünyada bir siyasi imzası olan millət kimi özünü təzahür etdirsin? O zaman ola bilər ki, onun bütün universitetlərdə dilinin tədris edilməsi haqqını qazansın. Devlət orqanlarında onun dili rəsmi olaraq danışılsın və onun təhsil almış elm adamları o dildə əsərlər yaza bilsinlər. İndi belə götürək. İndiki İran ya İran, federal İran da biz lap müəyyən hüquqlarımızı əldə etdik. Biz dünya devlətləri içərisində siyasi imzası olan millət kimi tanınacağıq. Əlbəttə ki, tanınmayacaq. Niyə? Çünki Birləşmiş Millətlər Təşkilatı bizim millət kimi qəbul etmir ki. Federal devletlərin bir ərazisi olur. Olur İran ərazisi. Bizim federalçılar bunu iddia edir. Və federal devlətdə millətlərin ərazisi bəlli ola da bilər, olmaya da bilər. Bu baxır ki, tələb hansı istiqamətdədir. Hətta ərazi bütövlükdə bəlli olsa, yenə Birləşmiş Millətlər Təşkilatında o millət kimi qəbul edilmir. O devlətin adı nədirsə o devlət qəbul edilir. Onun üçün də yenə bizim millətimizin siyasi imzası yoxdur. Ona görə mən deyirəm siyasi imza. O millət dünya devlətləri içərisində tanınmış millət olur ki, onun siyasi imzası olur. Yəni Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın siyasi imzası var. Gedir orada oturur, hansısa bir qanunun qəbul edilməsində ya edilməməsində ya hə, ya yox rəyini verir və öz imzasını atır. Bəlli oldu ki, Azərbaycan milləti, Türkiyə milləti
ya Alman milləti, ya Rus milləti. Mesela Rusiya federaldır. Rusiya federal devlətində Rusiyada yaşayan Çeçenlər, orada yaşayan Türklər, o qədər Türk milləti orada yaşayır. Onların imzası var mı Birləşmiş Millətlər Təşkilatında? Yox. Onun üçün də partiyaların, daha doğrusu devlət quruluşlarının da adları vardı. Mesela federal devletlərdə yaşayan millətlərin siyasi imzası olur. Amma konfederal sistemi ilə qurulmuş devletlərin siyasi imzası olur. Ona görə də belə bir ifadə işləndir. Deyilir ki, federal devletlər ölkənin qanunları əsasında idarə olunur. Konfederal devletlər beynəlxalq qanunlara əsasən idarə olunur. Nə deməkdir? Federal devlətin bir qanun əsası var, amma konfederal devlət neçə konfederaldırsa, neçə müstəqil devlətdirsə, onun 5-dirsə 5 qanun əsası var. Və onun 5-i də Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçir. Səs vermədən söz gedəndə onların 5-i də gedir orada nümayəndə kimi oturur. 3-ü bir şeyə səs verə bilər, 2-si verməyə bilər. Siyasi imzaları var. İndi bizim millətimizin bu günləri bu ideoloji əsarətin mahiyyətini dərk edərək siyasi tələblərini ortaya qoyurlar. Görən bu siyasi tələblərin ümumi mahiyyətçi istəyinin adı nədir? Siyasi imzasının olmasının tərəfdarıdır, ya federal İrançılıq adı altında müəyyən hüquqların əldə edilməsi strategiyasıdır. Ona təbii ki, gərək bizim federalçılar cavab versinlər. Hələ indiyə qədər federalçılar bu sistemi göstərə bilməyiblər. Və ya nəyə görə indiyə qədər bizim federalçılarla istiqlalçılar arasında heç bir siyasi birlik yarada bilməyiblər və bir cəbhədə çıxış edə bilsinlər. Mən əlbəttə cəbhə ilə də burada şura haqqında danışacağım. Çünki burada tədricən mən cəbhə ifadəsini işlədə-işlədə, çünki müəyyən devlətlə müəyyən devlət arasında savaş gedəndə cəbhə olur. Amma ideoloji əsarət altına düşmüş millət öz milli haqlarını tələb etmə, belə deyək, tələb etməsi və onun ideoloji əsarətdən xilas edilməsi, azad edilməsi strategiyasında siyasi proqramı bir şura tərkibində həyata keçirilməlidir. Niyə? Çünki fövqəladə hallar vəziyyətində onun müəyyən bəndlərini həm icra etmək məcburiyyəti qarşısındadır, həm də çünki ideoloji əsarət altında düşübdür. Düşmən əskərləri ilə hücum edib, onun torpağını almayıbdır. Bəs o zaman biz düşmənlə silahlı mübarizə aparma şansımız yoxdur. Biz silaha sarılsaq, ateş açacağımız, insanlar öldürəcəyimiz, insanlar öz bacı qardaşlarımızdır. Və düşmənin də, onlar qılıncını çeviriblər və düşmənin də silahı bizim öz bacı qardaşlarımızın əlindədir. Deməli, millət bir-birini qıracaq. Düşmən də sevinəcək bundan, millət bir-birini qırır. Nə qədər azalsan, o qədər yaxşıdır. Məqsəd yönlü olaraq onsuz düşmən çalışır ki, sən bölgəni tərk edəsən, sənin təbii sərvətlərini rahat oğurlasın. Bəs o zaman ideoloji əsarətdən azad olma strategiyasından çıxış edərkən
Bizim indi ya vəlvələdən, ya zəlzələdən, ya vəlvələdən bizim müəyyən şəxsiyyətlərimiz gəlib müəyyən təşkilatlar yaradıblar. Partiya, təşkilat və yaxud müxtəlif ad altında milli oyanış və müxtəlif ad altında bu təşkilatlar yaranıb. Bu təşkilatların fəaliyyətinin dondurulması yönündə bizim o gücümüz varmı deyək, hamı fəaliyyətini dondursun və fövqəladə hallar şəraitinin prinsiplərinə tabe olaraq devlətimizi azad edənə qədər bunlar fəaliyyət göstərə bilməzlər. Doğrusu da budur da əslində. Çünki sən düşmənə qarşı mübarizədəsən, mücadilədəsən, ideoloji əsarətdən azad olmaq üçün. Hərə bir cəbhədən danışsa necə ola bilər? Savaş, elə təsəvvür edin ki, Azərbaycan Qarabağla savaşırdı. İdeoloji əsarətdə deyildi, amma fövqəladə hallar vəziyyəti idi. Və fövqəladə hallar vəziyyətində Azərbaycan qoyaq ki, Müdafiə Nazirliyi bir qərar qəbul edəndə Müsavat Partiyası da bir qərar qəbul etməliydi. Deməlidir, yox, Şuşanı tutmayaq, gedək əvvəl qoyaq ki, məsələn, Ağdamı girək. Falan işi görməyək, belə savaş olur. Təbii ki, o savaşda sən düşmənə qalıb gələ bilməyəcəksən. Və biz də siyasətimizi müəyyənləşdirib, hədəfimizi daha doğrusu müəyyənləşdirib, biz siyasi təşkilatlanmanı doğru həyata keçirə bilməsək, biz ideoloji əsarətdən çıxa bilməyəcəyik. Çünki apardığımız siyasi mübarizə yanlışdır. İndi bizim siyasətçilərimiz, siyasətlə məşğul olanlarımız nə deyir? Deyirlər ki, cəmiyyətdə müxtəlif fikirlər olmalıdır və bu demokratik dəyərlər çərçivəsində azadlıq prinsiplərinə riayət etməliyik. Cəmiyyətin də müxtəlif fikirlərinin olmasına ehtiyac var. Fikir doğrudur. Amma qoyaq, müxtəlif fikir nəyə olmalıdır? Müxtəlif fikir nəyə qarşı? Əgər sən ideoloji əsarət altındasansa, sən deyəcəksən ki, yox, mən ideoloji əsarət altında deyiləm. İdeoloji əsarət altında. Deyəcəksən ki, nə? Düşmən, gəlin silaha sarılağın. Və yaxud deyəcəksən ki, gəlin biz demokratik dəyərlər çərçivəsində seçki keçirək ki, düşmən buradan çıxsın ya çıxmasın. Sənə nə şans veriblər ki, sən bu dəqiqə hansı şansın var, sən burada demokratik dəyərləri burada tətbiq edəsən. Burada demokratiya prinsiplərindən söhbət gedə bilmir, getməz ümumiyyətlə. Söhbət ondan getmir, sən demokratik dəyərləri rədd edirsən. Ümumiyyətlə, demokratik dəyərlər ikinci plandan sonra gəlir. Bax ki, buna bənzəyir. Bir insan ailəsini azad fikirli böyütməlidir, inkişaf etməlidir. Amma o insan ailəsi varmı? Əvvəl o ailəsini qurmalıdır, ondan sonra o göstərməlidir ki, hə, bu mənim ailəmdə 2 uşağım vardı, həyat yoldaşımdır, mənəm ya və mən bunu azad şəkildə böyütməliyəm. Amma biz isə deyirik ki, qoyaq ki, əvvəl gedir bu ailəni qurmağa, devlətini qurmağa, bu birislər isə deyir ki, yox. Bizim cəmiyyətdə müxtəlif fikirlər olmalıdır və bu müxtəlif fikirlik bizi inkişafa doğru aparacaq. Müxtəlif fikir nə? O ikinci mərhələdir. Niyə görə indiyə qədər biz bu yanlışlığa yol vermişik, bunun mahiyyətini başa düşməmişik və cəmiyyətimiz də bugün, gəncliyimiz o siyasi proqramı gözləyir. Biz bir siyasi proqram hazırlayaq ki, siyasi təşkilatlanmaya gedək. Və siyasi təşkilatlanmağa getmək üçün əvvəl millət birinci
o düşdüyü vəziyyətin adım bilməlidir. Sonra onun yol xəritəsini hazırlamalıdır. Və o yol xəritəsinin hazırlanmasından sonra artıq təşkilatlanmaya keçirsən. Sən şaxələnirsən, təşkilatlanırsan. Və təşkilatların yenə fəaliyyətlərinin tənzimlənməsi və hətta fəaliyyətlərinin dayanmaması şərti ilə birgə siyasi mübarizənin aparılması və strategiyanın müəyyənləşdirilməsi prinsipi cəmiyyətimizin bir şurasının, millətimizin ideoloji əsarətdən xilas olması üçün bir şuranın yaradılmasına ehtiyac var. İndi biz gəldik əsas kökə.